Salam əziz şagirdlər, bugün sizə Dövlət İmtahan Mərkəzinin 3-cü qruplar üçün nəşr etdirdiyi 20 sınavdan ibarət test toplusunun 5-ci sınavına baxacağıq. Burada Azərbaycanın 20-ci əsrini əhatə edən mövzulardan sual düşüb. Baxaq birinci suala. Heydər Əliyevin Naxçıvandakı fəaliyyətinin nəticələridir. Bilirsiniz, Heydər Əliyev 1990-cı ilin sentyabrından Naxçıvanda deputat, daha sonra 91-ci ilin sentyabrındansa Naxçıvan Ali Məclisinin sədri vəzifəsini icra edib. Azərbaycanın MDB-yə qəbul edilməsi xeyr, bu yanlışdır. Sədərək Dilic Ümid Körpüsü, bəli, 92-ci ildə Heydər Əliyevin dövründə məhz tikildi. Rusiya ordusunun hərbi hissələri Naxçıvanı tərk etdi Heydər Əliyevin fəaliyyət dövründə. Demək, 2-3 oxşar Heydər Əliyevin Naxçıvandakı fəaliyyətinə aid olacaq. Azərbaycan Xalq Cümhuriyyətinin tədbirləri, sosial-iqtisadi tədbirlər və mədəni tədbirlər. Azad ticarətə icazə verildi, bəli, AXC dövründə, doğrudur. Məktəblərin milliləşdirilməsi. Məktəblər milliləşdirilsə də bu sosial-iqtisadi yox, mədəni tədbirdir. Həmçinin senzuranın ləğvi də sosial-iqtisadi tədbirə aid deyil. Demək, birə təkcə A aid olacaq. Mədəni tədbir, Türk Ocağı Cəmiyyətinin yaradılması, düzdür. Latin əlifbasına keçirilməsi, bilirsiniz ki, AXC-nin əlifba islahatı yarımçıq qalıb və bu baş tutmayıb. İlk milli kitabxananın fəaliyyətə başlanması, bəli, bu da AXC-nin mədəni tədbiridir. Demək, doğru cavab A bəndə olacaq. Üçüncü sual. Azərbaycanın 2-ci və 3-cü respublikasının Respublika dövrünün oxşarlığını müəyyən edin. Bilirsiniz, 2-ci və 3-cü respublika dedikdə, ümumiyyətlə Azərbaycan tarixində 1-ci respublika AXC-dir və AXC 1918-20-ci illərdə mövcud olub. 2-ci respublika Azərbaycan SSR-dir. 1920-1991-ci illərdə mövcud olub. 3-cü respublika isə Azərbaycan Respublikasıdır. 1991-ci ildən günümüzə qədər baş verən hadisələrdə Azərbaycan Respublikasına, yəni 3-cü respublikaya aiddir. Burada 2-ci və 3-cü respublika, yəni Azərbaycan SSR-lə Azərbaycan Respublikasının oxşar cəhətini istəyir. Sosialist quruculuğun həyata keçirilməsi, bilirsiniz, Azərbaycan SSR-ə aiddir. Fərdi kənd təsərrüfatının ləğv edilməsi də Azərbaycan SSR-ə aiddir. Müstəqil xarici siyasət isə Azərbaycan Respublikasına aiddir. Heydər Əliyevin müəyyən müddətdə Respublikaya rəhbərlik etməsi, bəli, həm Azərbaycan SSR-nin 1969-1982-ci illərdə, həm də ki, müstəqil Azərbaycan Respublikasının müəyyən müddət Heydər Əliyev rəhbərlik etmişdir. Qarabağda general qubernatorluğun mövcud olması da Azərbaycan Xalq Cümhuriyyətinə aiddir. Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu il tarixinə aiddir. Yelizavetpol şəhərinin yenidən Gəncə adlanması bu 1918-ci ildir. Bakı Dövlət Universitetinin yaranması, bəli, 19-cu ilə aiddir. Qazarlarla müqavilə 20-ci ildə mart ayında imzalanıb. Naxçıvan General Qubernatorluğunun fəaliyyətə başlaması, bəli, 1919-un fevralı, düzdür. Paris Sülh Konfransında de facto tanındıq 1920-ci ilin 11 yanvarında. Demək, 2-4 oxşar cəhət olacaq. Daha sonra AXC, Azərbaycan SSR və Azərbaycan Respublikasının oxşar fərqli cəhətləri. İngilislərin Bakıda general qubernatorluq yaratması, bu bilirsiniz, General Thompson dövründə AXC-də yaradılmışdı. Xəzər dənizində hərbi donanmanın mövcud olması hər üç respublikanın oxşar cəhətidir. AXC dövründə yaranmış Azərbaycan SSR və Azərbaycan Respublikasının hərbi donanması məhz Xəzər dənizində olmuşdur. 1A. O zaman daha sonra Konstitusiyaya Azərbaycan dilinin dövlət dili haqqında maddənin əlavə olunması. Hər üç respublikanın dövlət dili Azərbaycan türk dili olsa da, AXC-nin bilirsiniz ki, konstitusiyası olmayıb. Ona görə də bunu AXC-yə biz aid edə bilmərik. Bu sadəcə Azərbaycan SSR-lə Azərbaycan Respublikasının oxşar cəhəti olacaq. Kollektivləşdirmə siyasətinin aparılması, bu bilirsiniz, Azərbaycan SSR-yə aiddir. Dağlıq Qarabağ münaqişəsinin başa çatması da Azərbaycan Respublikasına aiddir. Doğru cavabımız olacaq A bəndi. 1-ə A, 2-yə D, 3-ə Y, 4-ə C, 5-ə də B.
Azərbaycan SSR-də 20-ci əsrin 30-cu illərində baş vermişdir. Latın qrafikalı əlifbaya keçmişik 29-da. Birinci katib vəzifəsi yaradılıb, o da 29-da. Zəngəzurun qərb hissəsi ermənilərə verilib 21-də. Xankəndi şəhərinin adı dəyişdirilib 23-cü ildə DQM-in yaranması ilə. Bunlar hamısı səhvdir. Kolxoz hərəkətinə qarşı mübarizə güclənib, kollektivləşdirməyə qarşı bilirsiniz ki, 30-cu illərdə bəli, mübarizə güclənmişdi və bir sıra ərazilərdə üsyanlar baş vermişdi. Azərbaycanın cənub və şimalının 70-80-ci illər tarixinə aid oxşar cəhəti müəyyən edin. Sovet işğalına məruz qalması Azərbaycan artıq çoxdan sovetlər tərəfindən işğal olunmuşdu. Azərbaycan Türkiyəsində 70-80-ci illərdə bəli, hər ikisində qəzet və jurnallar nəşr edilib. Dövlət müstəqilliyinin bərpa edilməsi bu 90-cı illərə aiddir. Azərbaycan şimalının, cənubu isə ümumiyyətlə heç vaxt müstəqilliyini bərpa edə bilməyib. Mövcud rejimə qarşı çıxışların baş verməsi, bu da məhz 70-80-ci illər həm Azərbaycanın şimalında, həm də cənubunda məhz üsyanlar, çıxışlar baş vermişdi. 2-4 oxşar cəhət olacaq. Daha sonra 8-ci sual. Hadisələrin yerini dəyişib düzgün xronoloji ardıcıllıq almalıyıq. Sədərək Dilici Ümid Körpüsü açıldı. Bilirsiniz 92-ci ildə Heydər Əliyevin dövründə. Heydər Əliyev SSR Nazirlər Sovetinin sədri vəzifəsindən, birinci müavini vəzifəsindən istefa verdi 87-ci ildə. Qanlı Yağmur hadisəsi törədildi 90-cı ildə. Naxçıvan SSR-nin tərkibindən çıxması, bu hadisədən sonra Naxçıvan noyabrda SSR-nin tərkibindən çıxması haqqında 90-cı ildə qərar verdi. Cənubi Azərbaycanda Varlıq jurnalı nəşr olundu 79-cu ildə. Demək, burada ən tez baş verən hadisə 79-cu ildir, 1979 Cavad Heyətinin Varlıq jurnalı. Bu birinci olmalıdır. Demək, 1-lə 5-in yerini dəyişməliyik. Mədəni tədbirlər 23-cü il. Savadsızlığa qarşı mübarizə komitəsi düzdür. Latın əlifbası isə 37 yox, 29-cu ildədir. Azərbaycan Arxeologiya Komitəsi bəli 23-cü ildədir. Koroğlu operası da 37-dədir. Demək, elə doğacağımız B bəndi olacaq. Azərbaycan SSR-nin 20-30-cu illər dövrünə aid uyğunluğunu müəyyən edin. Azərbaycanın ikinci sənaye mərkəzinin olması. 20-30-cu illərdə ikinci sənaye şəhərimiz bilirsiniz ki, Gəncə şəhəri idi. Gəncə şəhərdə Göyçə gölündən şərqdə yuxarı hissədə yerləşir. Demək, 1-ə aid olacaq A. Birinci Ümumi İttifaq Türkoloji Qurultayı da bilirsiniz ki, Bakıda keçirildi. Demək, 2-ə də aid olacaq D. 1A, 2D, D bəndi. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanda. Birinci Qarabağ müharibəsi bilirsiniz ki, 1991-in sentyabrından 1994-cü ilin mayına kimi davam edib. Xocalı soyqırımı törədilib, Gəncədə hərbi qiyam baş verib. Xocalı soyqırımı 92-ci ilin fevralında, Gəncə qiyamı iyun ayında bilirsiniz, Sürət Hüseynov 93-cü ildə Gəncə qiyam baş vermişdir. Böyük Britaniya 9-7-ci düzəlişi, Böyük Britaniya yox, bu ABŞ-a aiddir. Demək, 3 səhvdir ümumiyyətlə. 1-2 düz olanda artıq cavabımız çıxır. Dövlət Müdafiə Şurası yaradılmışdır, düzdür. Laçın rayonu işğaldan azad edilmişdir, yox, Laçın rayonu işğal olunmuşdur 1-ci Qarabağ müharibəsi dövründə. Heydər Əliyevin rəhbərlik dövrü, Naxçıvan Muxtar Respublikası, Azərbaycan Respublikası. Naxçıvan Muxtar Respublikasına bilirsiniz ki, 91-ci ilin sentyabrından rəhbərlik edib, Azərbaycan Respublikasına isə 93-cü ilin iyunun 15-də bilirsiniz, Ali Məclisin sədri, oktyabrın 3-də isə Azərbaycan Respublikasının prezidenti seçilib Heydər Əliyev. Türkiyə ilə diplomatik əlaqələr həm Naxçıvan dövrünə, həm də ki, Azərbaycan Respublikası dövrünə aiddir, yəni oxşar cəhətdir. Yeni Azərbaycan Partiyası 92-ci ildə Naxçıvanda yaradıldı. Dövlət Müdafiə Şurası 93-cü ildə Azərbaycan Respublikasının prezidenti olduğu dövründə yaranmışdı. İlk milli sərhəd qoşunları Naxçıvanda yaradılmağa başlanılıb. Horadiz əməliyyatı da bilirsiniz ki, Heydər Əliyevin prezidentlik dövründə məhz Horadiz qəsəbəsi və 22 kənd işğaldan azad olunmuşdu. Demək, 1BD, 2CY, 3A, A bəndi düzgün cavab olacaq. Daha sonra olmuşdur. Beyləqan istiqamətində tank hücumunun qarşısına alındı 93-cü ilin noyabrında. Heydər Əliyevin dövründə Murovdağ əməliyyatı 94-cü ilin fevralında. Bişkek protokolu 94-cü ilin mayında. Rusiya ordusunun hərbi hissələri Naxçıvan tərk etməsi 92-ci il.
Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyasının baş çatdırılması 91-ci ilin avqustu. Demək, burada ən qeyd olacaq 1-ci Qarabağ müharibəsini bitirən Bişkek protokolu. 14-cü sual. Azərbaycanın Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti. Daxili siyasət. Milli Kitabxananın fəaliyyətə başlaması düzdür. Latın qrafikalı əlifbaya keçirilməsi. Bayaq qeyd etdiyim əlifba statı yarımçıq qalıb. Fabrik zavodların əvvəlki sahiblərinə qaytarılması düzdür. Xarici siyasət. Paris Sülh Konfransında iştirak edib və öz müstəqilliyini de facto olaraq tanıdıb. Sovet Rusiyası tərəfindən müstəqillik de jure olaraq tanınmayıb. Bu səhvdir. Rusiyadan heç bir şəkildə əlaqə qurmaq mümkün olmayıb. Qacarlar müstəqilliyimizi de jure olaraq tanıyıb. Qazax müəllimlər seminariyasının açılması bu açılıb, amma bu da daxili siyasətdir. Xarici siyasət deyil. Demək 2-yə A, 1-ə A, C olacaq. Bu tipli suallar qəbula düşür. Daxili siyasət, xarici siyasət, iqtisadi vəziyyət, siyasi vəziyyət. Bu məsələlərdə çox diqqətli olun. Yəni çaşmayın. Sualın şərtini dəqiq oxuyun. Sual sizdən nə istəyir? Diqqətlə yanaşın. Yəni, bu düzdür, bunu dərhal götürün. Artıq sualı cavabını bildiyiniz halda sualınız səhv gedəcək. Ona görə də şagirdlər çox diqqətli olun. 15-ci sual. Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvəri Cənubi Azərbaycan doğru bəndi müəyyən edin. İngilis qoşunlarının Təbrizdən çıxarılması, Təcəddüd qəzetinin nəşr edilməsi. Təcəddüd qəzetini bilirsiniz ki, Xiyabani nəşr etdirib, bu səhvdir. İctimai idarə heyətinin təşkil olunması, bəli, Xiyabaniyə aiddir. Fabrik zavodlar üzərində fəhlə nəzarətinin tətbiq edilməsi də Pişəvəriyə aiddir. Demək, elə B bəndi doğru cavab olacaq. Azərbaycanın 1-ci və 3-cü Respublikasının oxşar cəhəti deyil. 1-ci Respublika yəni AXC, 3-cü Respublika yəni Azərbaycan Respublikası. Üzr istəyirəm. Azərbaycan dilinin dövlət dili olması hər ikisinin də Azərbaycan dili dövlət dili olub. Qarabağda ermənilərə qarşı mübarizə hər ikisinə aiddir. Torpağın kəndlərə pulsuz paylanması bu Azərbaycan Respublikasına aiddir. 96-cı ildə bu qanun qəbul edildi. Amma AXC-də torpaq statı bilirsiniz ki, yarımçıq qaldı və həyata keçirə bilmədi. Sonra növbəti sual, 17-ci sual. Xəritəyə əsasən ərazilərin hansı ərazilərə aid olduğunu müəyyən edin. İşğal edilməsi Respublikada dərin siyasi böhrana səbəb oldu. Bu bilirsiniz ki, Kəlbəcərdir və Kəlbəcər 3-də yerləşir. 3 aprel 1993-cü ildə işğal olunması həmin dövrdə AXC Müsavat hakimiyyətinin məhz böhran yaşamasına səbəb olmuşdu. İşğal edilməsi ilə Qarabağın dağlıq hissəsi ilə Ermənistan arasında birbaşa əlaqə yaradıldı. Bu da Laçındır. Laçın işğal olunması ilə Ermənistanla dağlıq Qarabağ arasında birbaşa əlaqə yaradıldı. Doğru cavabımız D bəndi olacaq. Uyğunluq pozulmuşdur. Daşaltı əməliyyatı Şuşa şəhərinin mühasirədən azad olunması baş tutmadı. Bəli, düzdür. Bu əməliyyat uğursuz oldu deyə məhz Şuşa şəhərinin mühasirədən azad olunması da mümkün olmadı. Kəlbəcər işğal edildi, ölkədə siyasi böhran daha da dərinləşdi. Düzdür. Qarabağçov hakimiyyətə gəldi, münaqişə ocaqları yarandı. Doğrudur. Sumqayıt fitnəkarlığı Ermənistanda Azərbaycanlı əhalinin qovulmasını sürətləndirdi. Zaten Sumqayıt fitnəkarlığına bilirsiniz, ermənilər törətmişdi və bu yolla Azərbaycanlıların Ermənistandan qovulması daha da sürətlənmişdi. Bakıda fövqəladə vəziyyət tətbiq olundu. Naxçıvanda Sovet-İran sərhədi söküldü. Xeyr. Bakıda fövqəladə vəziyyət 90-cı ildədir, amma Naxçıvan Sovet-İran sərhədi. Naxçıvanda Sovet-İran sərhədi isə 89-da artıq sökülmüşdü. 89-cu ilə aiddir. Döyüşləri uyğunlaşdırın. Daşaltı əməliyyatı. Daşaltı bilirsiniz ki, Şuşa şəhərinin yaxınlığında ordumuzun keçirdiyi əməliyyat uğursuz olmuşdu. Goranboy əməliyyatı Kəlbəcər Ağdərə Tərtər yolu nəzarətimizə götürülüb. Horadiz, Füzuli rayonunun 22 məntəqəsi düşməndən azad edilib. Horadiz əməliyyatı. Beyləqan istiqamətində düşmənin tank hücumunun qarşısı alınıb. Murovdağ isə Kəlbəcər rayonu istiqamətində ordumuz uğursuz olmuşdu. Demək 1C, 2D, B bəndində var. Doğru cavabımız B bəndi olacaq.
Biz artıq Sovet İmperiyasının, Komünist Partiyasının dağılmasına şahidiyik. Bizim respublikamızın, Azərbaycan xalqının vəziyyəti daha çətin, daha ağırdır. Bunun əsas səbəbi respublikada hökm sürən Azərbaycan Komünist Partiyasının diktatura rejiminin mürtəci siyasəti və buraxdığı kobud bağışlanılmaz səhvlərdir. Mətndə bəhs edilən dövrün xüsusiyyətini müəyyən edin. Bilirsiniz, bu mətin Heydər Əliyevin çıxışındandır və Komünist Partiyasının bağlanmasına şərh olaraq bildirilmişdi. Komünist Partiyası da 1991-ci ilin sentyabrında fəaliyyətini dayandırdı. Həmin dövrdə SSR-in dağılması respublikada müstəqillik uğrunda mübarizəni daha da gücləndirmişdi. Doğrudur. Digərlərinə baxsaq, digər variantlara, burada isə tam olaraq əksini söyləyir. Sovet hakimiyyəti yenidən qurma siyasəti irəli sürür. İqtisadi böhranlar aradan qalxır. Təbii ki, yanlışdır. Meydan hərəkatı Sovet ordusu tərəfindən yatırılır. Diktatura rejimi yenidən qurulur. Yanlışdır. Sonda məğlub olmur. Azərbaycan Respublikası Qarabağda mürtəci hakimiyyət qurulur. Komünist Partiyası hakimiyyətə gəlir. Bu da yanlışdır. 92-ci il Daşkənd müqaviləsinə əsasən bilirsiniz, SSR-in əmlakı bölüşdürüldü və müəyyən Azərbaycana da silah-sursat çatdı və Xəzər dənizində ilk dəfə hərbi donanma yox, varid donanma və onun 25% də bizə çatdı. Sovet quruculuğuna son qoyuldu, yanlışdır və Azərbaycan əldə olunan silah-sursat nəticəsində aviasiya alayı və desant qoşunları yaradıldı. Düzdür, deyiləndi. 22-ci sual. AXC-nin dövrünə aid verilən hadisə nəticə əlaqələrini düzgün bəndini tapın. AXC Qacarlar arasında müqavilə imzalandı. Qarşılıqlı sürətdə səfirliklərin açılması nəzərdə tutulurdu. Düzdür. 1. Türk qoşunları Naxçıvanı tərk etdi. Araz Türk Respublikası yaradıldı. Bəli, türklər bilirsiniz, Osmanlı məğlub oldu 1-ci Dünya müharibəsində və Naxçıvanı Azərbaycanı tərk etdi. Və o zaman Naxçıvanın erməni işğalı altına düşməməsi üçün Naxçıvanlılar məhz yerli müdafiə dəstələri, yerli məhz azadlıq mübarizəsi rəhbərləri tərəfindən Araz Türk Respublikası yaradılmışdı. 1, 2 düzgün cavab olacaq. İkinci Respublika dövründə ərazi bütövlüyümüzə aid edilən qəsdlərə aid verilən cədvəldə doğru olanları müəyyən edin. İkinci Respublika bilirsiniz ki, Azərbaycan SSR-dir. Azərbaycan SSR dövründə müəyyən ərazilərimiz bir ermənilərə və gürcülərə verilmişdi. Zaqatala dairəsi isə verilməyib, gürcülərə bizim tərkimizdə qalıb. Borçalı mahalının bir hissəsi Ermənistana verildi. Bəli, Borçalı gürcülərlə bizim aramızda mübahisəli məsələ idi. Sonra da gürcülərlə Ermənistan arasında bölüşdürüldü. Yuxarı Qarayazı Gürcüstana verildi. Düzdür. Zəngəzurun bir hissəsi ermənilərə verildi. Düzdür. Naxçıvanın bir hissəsi Gürcüstana verildi. Bu səhvdir. Ermənilərə verilmişdi. Bilirsiniz, Naxçıvanla Azərbaycan arasındakı quru sərhəddə bağlanmışdı bu şəkildə. Xəritədə rəqəmlə verilmiş rayonların 3-cü Respublika dövrünə aid oxşarlıqlarını müəyyən edin. Burada 2 yenə Kəlbəcərdir. 1 Füzulidir. 92-ci ildə işğal olmuş. Xeyr, bilirsiniz ki, Kəlbəcər və Füzuli 93-də işğal olunub. Hərbi əməliyyatlar nəticəsində bir sıra kəndlər düşməndən azad olunmuşdu. Bəli, düzdür. 1-ci Qarabağ müharibəsində işğala məruz qalan ilk rayonlar deyildi. Bunlar 93-cü ildə işğal olunub. 2-ci Qarabağ müharibəsi dövründə ərazilərində hərbi əməliyyatlar aparılıb. Bəli, həm Füzulidə, həm də Kəlbəcərdə hərbi əməliyyatlar aparılmışdı. 2-4 oxşar cəhət olacaq. Heydər Əliyevin ikinci rəhbərlik dövründən fərqli olaraq birinci rəhbərlik dövründə Azərbaycanda Heydər Əliyevin ikinci rəhbərlik dövrü bilirsiniz Azərbaycan Respublikasındadır. 1993-cü ildən oktyabr 3-dən məhz ölkədə prezident vəzifəsini icra edib. Birinci rəhbərlik dövrü isə Azərbaycan SSR-dir 1960-1982-ci illərdə. İdarəçiliyin möhkəmləndirilməsi hər iki dövrə aiddir. Bir sıra sənaye müəssisələrin istifadəyə verilməsi hər iki dövrə aiddir. Yevlax-Balakən dəmir yolunun çəkilməsi 1986-ya aiddir. Azərbaycan dilinin dövlət dili statusu alması həm 78-ci il konstitusiyasında Heydər Əliyevin dövründə, həm də ki 95-ci il konstitusiyasında yenə Heydər Əliyevin dövründə Azərbaycan dilində dövlət dili statusu alıb. Şuşa Tarix Memarlıq qurumuna çevrildi, bəli, 70-ci illərdə Heydər Əliyevin dövründə. Burada testin cavabı əslində 3-5 götürülsə də, bu sualda 3 səhvdir, yəni 3 uyğun gəlmir.
Yəni bilirsiniz, Ağdam-Xankəndi yolu çəkilib Heydər Əliyevin dövründə 1979-da, amma Yevlax-Balakən dəmir yol xətti 1986-cı ildədir və Kamran Bağırovun Respublika rəhbərlik dövrünə düşür. Ona görə də burada bir dənə cavab çıxır, o da 5-dir. Bu sualda səhvlik var.